Sumqayıtda yol və kanalizasiya probleminin hələ də həllini gözləyən ünvanlar mövcuddur. Onlardan biri də Kənan Allahverdiyev küçəsidir. Sakinlərin sözlərinə görə küçənin yolları bərbad vəziyyətdədir. Kanalizasiya xəttinin olmaması isə mövcud durumu daha da ağırlaşdırır. Uşaqlar məktəbə gedir, çətinlik çəkir, suyun içində, üst başları bütün palçıq içində gəlirlər. Çox pis vəziyyətdə. Bilmirsən ki, ha tərəfdən keçəsən. Ən ucqar dağ kəndlərinə asfalt yollar çəkilir. Şəhərin içində qalmışıq yolsuz, kanalizasiyasız. Təcili yardım gələ bilmir. Bir yanğın olsa, yanığı söndürən gələ bilmir. Burada 400-dən yuxarı adam yaşayır. Nə bir kanalizasiya sistemi var. Yolu çox bərbad haldadır. Maşın gedəndə hamısının altı dəyir. Özü bir balaca da yağış yağır ha. Vapşı da maşın geyib gəlmir. Başçının qəbulunda olmuşuq. Başçı tapşırıqlar veribdi müavinlərinə. Müavinləri çağırıb qəbullarına getmişik. Bələdiyyə tapşırıq veriblər. Problemlərlə bağlı qurumlara sorğu ünvanladıq. Kanalizasiya xəttinin olmaması ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirildi ki, su və kanalizasiya təchizatı mövcud olmayan ərazilərdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sifarişi ilə şəbəkələrin qurulması məqsədi ilə müvafiq layihə sənədləri hazırlanıb. Stat, layihələrin icrası şəbəkənin mövcudluğu, texniki vəziyyəti və digər amillər nəzərə alınmaqla həyata keçirilir. Yaşayış məntəqələrində, həmçinin sözü gedən ünvanda da tullantı su şəbəkəsinin inşası tədbirlər planına uyğun olaraq mərhələlərdən aparılır. Statın sonu. Yol problemi ilə bağlı Sumqayıt şəhər bələdiyyəsindən bildirildi ki, sözü gedən küçə şəhər ərazisində həyata keçirilən abadlaşdırma və yol infrastrukturunun yaxşılaşdırılması üzrə tədbirlər planına daxil edilib. Stat, Sumqayıt şəhəri Kənan Allahverdiyev küçəsinin sakinləri tərəfindən yolların mövcud vəziyyəti ilə bağlı daxil olan müraciətlər Sumqayıt Bələdiyyəsi tərəfindən diqqətlə araşdırılıb. Hazırda Sumqayıt şəhəri ərazisində bələdiyyə tərəfindən bir sıra küçələrdə asfalt örtüyünün çəkilməsi və yol təmir bərpa işləri mərhələli şəkildə davam etdirilir. Daxil olmuş şikayət məktubu tam şəkildə qiymətləndirilib və Kənan Allahverdiyev küçəsinin asfaltlanması nəzərdə tutulub. Təmir bərpa işlərinin icrası planı üzrə həyata keçiriləcək. Sumqayıt Bələdiyyəsi şəhər sakinlərinin müraciətlərinə həssas yanaşır və yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində tədbirlərin davam etdiriləcəyini bildirir. Statın sonu. Məsələ ilə bağlı icra hakimiyyətindən də bildirildi ki, problem diqqət mərkəzindədir və qeyd olunan ərazidə asfaltlanma işləri nəzərdə tutulur.